Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala Resulillahil emin ve ala alihi tahirin el masumin ve lanu daim ala a'daihim ecma'in. Min el-ana ila qiyami yevmiddin. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul ugdeten min lisani yefkahu kavli. Mübarek gündür, mübarek Qədirxum bayramıdır. Allah inşallah bu əziz bayramı hər birimizə mübarək eləsin inşallah. Və bugünkü gün Həzrəti Əmirül Müminin Əli ibn Əbi Talib əleyhissalama bağlıdır. Həzrəti Əlinin adına təşkil olunan bütün məclislər və ümumiyyətlə Həzrəti Əlinin adını zikr eləmək ibadətdir. Çünki Həzrəti Əli əleyhissalam özün ömrün Allaha vəqf eləyibdir. Həzrəti Əlinin sükutu da, Həzrəti Əlinin kəlamı da, hər bir hərəkəti Allahın rızasına və Allahın əmrinə hesablanmış və o ölçüdə belə deyək bir hərəkət idi. Bu baxımdan Həzrəti Əlinin bütün xatırlanması, bütün hərəkətləri ibadətdir. Çünki Allahın əmrlərinin praktik göstərişidir. Həmçinin Həzrəti Əli əleyhissalam, Peyğəmbər əleyhissalam Həzrəti Əlinin barəsində buyurur ki, Zəyyinu məcalisakum bi zikri Əli ibn Əbi Talib. Məclislərinizi, yığıncaqlarınızı, tədbirlərinizi Əli ibn Əbi Talib əleyhissalamın adını xatırlamaqla zinətləndirin, onun fəzilətlərindən danışın. Həzrəti Əmirəl-Müminin Əli ibn Əbi Talib əleyhissalamın fəzilətləri barəsində illərlə müxtəlif ayə və hədislərdən çıxarışlar olunub və bunun barəsində hamımız, hər birimiz eşitmişik ki, Həzrəti Əli əleyhissalam Quran-ı Kərimdə haqqında 300-dən çox ayə nazil olan bir ilahi şəxsiyyətdir. Və bugünkü gün Qədirxum bayramı Həzrəti Əli əleyhissalamın Peyğəmbərdən sonra fasiləsiz şəkildə İslam ümmətinə rəhbər təyin edildiyi gündür. Bu Quran-ı Kərimin Maidə surəsinin 67-ci ayəsi ilə sabitdir. Ayədə oxuyuruq: Əuzu billahi minəşşeytanirracim. Ya əyyuhər rəsul, ey Peyğəmbər, bəlliğ ma unzilə ileykə min Rabbik. Rəbbin tərəfindən sənə nazil olanı çatdır. Və illəm təfəl fəma bəlləğtə risalətə. Əgər bunu etməsən, öz risalətini tamam etməmisən, kamil etməmisən. Risalətin nəticəsiz olacaq. Burada çox incə bir məqam var. İnşallah bir neçə dəqiqə ərzində bu incə məqamlara toxunmaq istəyirəm. O da bundan ibarətdir ki, çox diqqət olunması bir məqamdır. Ayə buyurur: 1. Mənim rəsulum, Rəbbin tərəfindən sənə nazil olanı çatdır. Bəlliq. Ardıca buyurursa və illəm təfəl, əgər bunu etməsən, artıq keçir feilə, ləm təfəl, əgər bunu praktik olaraq, feil olaraq etməsən, sənin risalətin tamam olmayıbdır. Burada incə nüans budur ki, Allah deyə bilərdi, əgər çatdırmasan, əgər mənim sözümü deməsən, belə olar. Elə demir. Deyir ki, və illəm təfəl, əgər bunu etməsən, feil olaraq göstərməsən, deməli, məsələ daha ciddidir. Həzrəti Peyğəmbər əleyhissalama Allah deyir ki, bu hökm ki, mən sənə deyirəm, Əli səndən sonra bu ümmətin rəhbəri olmalıdır, bunu sən feil şəklində, praktik şəkildə də göstərməlisən. Dildə deməlisən və əməli surətdə də göstərməlisən. Ona görə buyururlar, tarix yazır ki, Peyğəmbər əleyhissalam tutdu Həzrəti Əlinin əlindən, İkisinin də əli qalxdı və buyurdu ki, ey cəmaat, kimin rəhbəri mənəmsə, Əli də onun rəhbəridir. Bunu praktik şəkildə göstərdi. Və maraqlı budur ki, Peyğəmbər əleyhissalamın qəlbində bir nigarançılıq var idi. Ki, insanlar nə reaksiya verəcəklər? Əks reaksiya verəcəklər. Verənlər də oldu. Müxtəlif sözlər deyənlər də oldu. Amma həmən Maidə surəsi 67-ci ayədə buyurur ki, Allah səni insanlardan qoruyacaq. Yəni, insanların nə düşünüb, nə düşünməməsi önəmli deyil. Sən öz üzərində düşən vəzifəni icra elə. Həzrəti Əlinin vilayətin əməli surətdə göstər. Bu birinci məqam. İkinci məqam isə budur ki, dinimiz
şəxsiyyətlərin təkcə tərif təvsif olunması ilə kifayətlənmir. Demir ki, Həzrət Əlinin ancaq fəzilətlərindən danışın, bu kifayət edir. İmam Hüseynin və yaxud da elə Həzrəti Peyğəmbərin əleyhissalamın özünün fəzilətlərindən danışın, bu belə namaz qılırdı, belə oruç tuturdu, belə həccə gedirdi, belə filan kəs idi, belə idi, filan idi. İş bundan kifayətlənsin. Bu təbliği din istəmir. Bu zahiri tərifi, zahiri bəzəməni istəmir. Şura surəsi 23-cü ayədə bu dediyim məsələnin şahidi var. Gəlirlər Peyğəmbər əleyhissalamın yanına, ya Rasulallah, biz 23 il zəhmət çəkdin bizim yolumuzda, min bir əziyyətə düşdü, narahatçılıqlar oldu. Bu narahatçılıqların müqabilində biz sənə nə eləyək? Necə sənin öz təbirimizlə desək, xəzalətindən çıxaq? Peyğəmbər cavab vermir, Şura surəsi 23-cü ayə nazil olur. Qul, la əsəlukum əleyhə əcrən illəl məvəddətə fil qurba. Mənim Peyğəmbərim onların cavabında de, mən sizdən bu risalətin müqabilində bir şey istəmirəm. Yalnız mənim yaxınlarıma məvəddətiniz olsun. Mənim yaxınlarımı sevin. Mənim yaxınlarıma məhəbbət bəsləyin. Burada da maraqlı məqam budur ki, məhəbbətlə məvəddət fərqlidir. Məhəbbət qəlbin istəyidir. Ola bilər bir adama qəlbi istəyi olsun, amma onu ifadə eləməsin, onu dildə deməsin. Bu məhəbbətdir. Yaxşıdır, amma kifayət deyil. Məvəddət isə odur. Bir adamı istəyirsən və istəyi ilə ona bir rüzə verirsən. Dinimizdir, bir adamı, bir din qardaşı ilə münasibətin yaxşı oldu, demək, qəlbində o qardaşıma məhəbbətin var da, hörmətin var. Sən onu dildə də ifadə elə ki, mən səni Allaha xatir çox istəyirəm. Sən mənim üçün dəyərlisən, sən mənim üçün önəmlisən. Bu sözlər insanların bir-birinə yaxınlaşmasında mühüm rol oynayır. Ona görə ayə buyurur, mən risalətin müqabilində sizdən məvəddət istəyirəm. Mənim əhl-i beytimə praktik, əməli məhəbbət nümunəsi göstərin. Yəni, onların təkcə fəzilətin dayanışmaqla kifayətlənməyin, o fəzilətlərin ətrafında toplaşın və özünüz də onlar kimi olmağa çalışın. Bu baxımdan bu bayram günündə Həzrəti Əmirül-Müminin Əli ibn Əbi Talib əleyhissalamın 2-3 həyatından bir məqamı deyəcəm. Ta biz də Həzrəti Əlinin təkcə fəzilətindən danışıb kifayətlənməyək. Bugün Həzrəti Əlidən dərs öyrənək. Həzrəti Əli bir ümmətin rəhbəri olmaqla yanaşı eyni zamanda gözəl ailə başçısı idi. Gözəl həyat yoldaşı idi. Gözəl ata idi. Ona görə xanım Fatimə Zəhradan Peyğəmbər əleyhissalam soruşanda ki, qızım, Əli necə həyat yoldaşıdır sənin üçün? Xanım cavabında buyurur ki, ni'məl bəl, nə gözəl həyat yoldaşıdır. Bir həyat yoldaşı kimi gözəl həyat yoldaşıdır. Həzrət Əlidən soruşur Peyğəmbər əleyhissalam, qızım necədir? Həzrət Əli cavabında buyurur ki, ni'məl avun ən taətillah, Allaha itaət eləməkdə nə gözəl yardımcıdır. O işlərdə ki, Allahın rızayəti var, o işlərdə xanım Fatimə Zəhra mənə dəstək verir, mənə kömək eləyir. Kənardan işi əymir ki, təkcə elə sənə qalıb. Nə olub, başqaları da qoyulasın da. Əksinə, bu işlərdə dəstək verir mənə ki, bu iş Allahın rızayəti varsa git. Bu baxımdan Həzrət Əli nümunəvi ailə rəhbəri idi. Və xanım Fatimə Zəhra salamullahi əleyhanın son anlarında Həzrət Əli ilə bir dialoqu var. Həmən o dialoqda çox incə bir məqam var. Həzrəti Əli əleyhissalam xanım Fatimə Zəhraya buyurur ki, əmi qızı, bu illər ki biz sənlə həyat yoldaşı olduq, heç vaxt 3 işi sənə qarşı görməmişəm. Bu 3 işi heç vaxt sənə qarşı görməmişəm. Birincisi, heç vaxt sənə yalan danışmamışam. Bir ailə olaraq, heç vaxt sənə mən yalan danışmamışam. Bu günümüzün, dünyanın ailə problemlərinin tövyan elədiyi bir zamanda nə qədər dəyərli sözdür. Əksərən ailələr bu yalanların üstündə, qarşılıqlı etimadsızlığın üstündə dağılır. Buyurdu ki, əmi qızı, mən heç vaxt sənə yalan danışmamışam. 2, heç vaxt sənə xəyanət eləməmişəm. 3, heç vaxt sənə müxalifət eləməmişəm. Heç vaxt sənlə müxalif olmamışam. Nəyisə həll el, nəyisə deyibsənsə, oradan əvvəla məsumədir xanım Fatimə Zəhra. Amma istənilən bir məsələni qarşılıqlı müzakirə şəklində həll eləmişik.
Ancaq mən deyən olmalı da olmayıbdı. Müxalifət tək tərəfli deməkdir. Yəni mən belə deyirəm, qarşı tərəf tamam əksin deyir. Heç vaxt dedim mən sənə müxalif olmamışam. Bu Həzrəti Əlinin bir ailə başçısı kimi özəlliyi idi. Bu gün Qədirxan bayramını qeyd edən bizlər, sizlər gərək Həzrəti Əli kimi bənzəyək, o cür ailədə rəftarımız olsun. 2. Həzrəti Əlinin ictimai rəftarı necə idi? İctimaiyyətlə münasibəti necə idi? Bilirsiniz, Həzrəti Əlinin hakimiyyəti dövründə neçə dənə daxili müharibə oldu. Biri də Siffin müharibəsi ki, Muaviyə qarşı tərəf idi və Muaviyə ən rəzil insanlardan biri idi. Qoşunu da özündən rəzil idi. Həzrət Əmir əl-Möminin gördü ki, qoşunu Muaviyə tərəfə alçaldıcı sözlər deyir, söyüş söyür, təhqirlər eləyir. Deyir, Həzrət Əli Nəhsül Bəlağada bu xütbələrdə bu var. Təəssüf ki, qeyd eləməmişəm, amma Nəhsül Bəlağadadır bu söz. Həzrət Əli əleyhissalam buyurdu ki, öz adamlarına, öz sahabələrinə, mən istəmirəm siz söyüş əhli olasınız, tənə əhli olasınız, təhqir əhli olasınız. Mən istəmirəm. Əksinə, siz dua eləyin ki, Allah bizlə bunların arasında qanı saxlasın. Dua eləyin ki, bunlar həqiqəti tanısınlar və hidayət olsunlar. Dua eləyək ki, hidayət olandan sonra bizə qoşulsunlar. Bu, Həzrət Əmirül-Möminin Əli ibn Əbi Talib əleyhissalamın ictimai rəftarı idi. İnsanlarla, təhqirlə, tənə, söyüşlə danışmağın yeri yoxdur, adı yoxdur. İnsanlar gərək Həzrət Əmirül-Möminin Əli ibn Əbi Talib əleyhissalamın sirəsinə tabi olsunlar. Belə ki, insanlarla mülayim rəftar eləsinlər. Həzrət Əlinin biz tanımırıq. Bizim tanıdığımız Həzrət Əli düşmənin bizə təqdim elədiyi Əli idi. Ancaq Əli qılıncdır. Həzrət Əli təsəvvür eləyəndə biz qaşqabaqlı, belə narahat adam kimi təsəvvür eləyirik. Amma Həzrət Əlinin xilafətə qoyulmama səbəblərindən biri də bu idi ki, deyirdilər Əli çox zarafatçıldır. Hakimiyyətdə, postda o adam oturmalıdır ki, ciddi adamdır. Əli çox zarafatçıl adamdır. Həqiqətdə olan Əli bu cür, bizim nəzərimizdə olan Əli isə qaşqabaqlı, ona lənət, buna təhqir, buna filan, sən cəhənnəmlisən, sən filansan, deməklə keçinən adamdır, amma belə deyil. Ona görə Həzrət Əlinin bu ictimai yönü. Üçüncüsü isə mühüm məqamlarından biri də Həzrət Əlinin din uğrunda fədakarlıq eləməsidir. Lazımı məqamda Həzrət Əlinin dayanmasıdır. Bir yerdə ki, lazımdır, dinin sağlam və salim qalması üçün Əlinin susması lazımdırsa, Bismillah, mən hazır. Əgər bir yerdə dinin salamatçılığı üçün canı təhlükəyə atmaq lazımdırsa, Bismillah, yenə də Həzrət Əli əleyhissalam hazır. Məşhur o Nəsiminin filmində o beyt ki var, onu filmdə göstərirlər, güya bu qıza deyir Nəsimi. O bu cür təsvir edilib, amma həqiqətdə elə deyil. Bu, Həzrət Əlinin şənindədir. Həzrət Əlini beyətə aparırlar. Beyətə aparan zaman görürlər bir nəfər Yahudi, qoca Yahudi iman gətirdi, kəlmə-i şəhadəti dedi. Soruşdular ki, sən Peyğəmbər görüb sən iman gətirməyibsən. Nə oldu sənə indi iman gətirdin, kəlmə-i şəhadət dedin? Dedim, mən bu qolları Xeybərin fəthində görmüşəm. Xeybərin fəthində görmüşəm ki, bu qollar nəyə qadirdir? Bu günləri acizlər bu qolu bağlayıb sakitcə aparırlarsa, deməli, bu öz əqidəsində çox inanclıdır. Həmin o Yahudinin dilindəndir. Səni bu hüsnü cəmali ilə, kəmali ilə görüb, qorxdular, haqq deməyə döndülər, insan dedilər. Səni bu cəmalla, səni bu kəmalla, cəmal zahiri gözəlliklər, kəmal daxili batini gözəlliklər, səni bu xüsusiyyətləri ilə gördülər, qorxdular haqq deməyə, qorxdular haqq desinlər. Əgər haqq desə bunun qolu niyə bağlıdır? Döndülər, insan dedilər, dedilər, ya elə insandır. Səni bu hüsnü cəmali ilə, kəmali ilə görüb, qorxdular, haqq deməyə döndülər, insan dedilər. Amma Əli əleyhissalamın ibadətlərindən biz danışanda, fəzilətlərindən danışanda deyirik ki, Əli əleyhissalam qılıncla Nəhrəvanda belə elədi, Xəndək döyüşündə filan işi gördü, nə bilim Uhudda bunu elədi, Bədirdə bunu elədi. Bunlar hamısı doğru, düzgün. Amma Əli əleyhissalamın heç də o ibadətlərindən geri qalmayan susması idi.
Allah rızası üçün, dinin salamat qalması üçün 25 il öz haqqından keçib, sakit qalması Əli əleyhissalamın fəzilətindən idi. Bu baxımdan sizdə bizdə hər birimiz Həzrəti Əlinin fəzilətlərini bilməklə yanaşı, onun həyat sirəsindən tanış olmalıyıq və Həzrəti Əli əleyhissalamın yaşayışına öz yaşayışımızı uyğunlaşdırmalıyıq. Allah inşallah hər birimizə bayramımızı mübarək eləsin. Əmirul Möminin Əli ibn Əbi Talib əleyhissalamın mərifətin, dünyada ziyarətin, axirətdə şəfaətin hər birimizə, hər birimizə nəsib eləsin. Və selamu aleykum və rəhmətullahi və bərəkatuhu.